mərhum anamıza rəhmət eləsin. Bu da kəndimizin abirçəyidir. Səbəb oldu bugünkü bu söhbətləri eşitməyə. Yəqin ki, gələndə qəbristanlığın yolunu gördünüz. Orada görülən işləri zadlara fikir verdiniz inşallah, abadlıq işlərinə. O işlər davam edəcək. Ora inşallah sabahlarım daş daşınacaqdır, qrabil daşınacaqdır. Dəstək verin, köməklik eləyin. Hamımızın, bura təkcə qəbristanlıq yolu deyil, təsərrüfat yoludur həm də cəmaatın. Allah səndən razı olsun. Allah malına bərəkət versin. Kimdən əlindən gələni eləsin qardaş. Allah bunun atasına rəhmət eləsin ki, səbəb olub. İşini gücünü atıb düşür bu işin dalına. Çox böyük işlər görülür. Səlqə səhman yaradılır. Əlinizdən gələn köməkliyi əsirgəməyin inşallah. Allah bu anaya da rəhmət eləsin ki, səbəb oldu. Bax belə bir gözəlliyi paylaşa bildik. Eyni zamanda nəvəsi İsmail qardaşımıza 50 manat dəstək olub. Yox, biz başqasıda deyək ki, 2 maşın. İsmail özü dəstək olub. Allah razı olsun. Allah hamd razı olsun. Allah rəhmət eləsin. Amin Allah. Allah Məryəm nənəyə rəhmət etsin. Məkanı cənnət olsun. Bugün 22 aprel 2026-cı il Məryəm nənənin haqq dünyasına yola saldıq. Və bu günlə nənəmiz səbəb oldu ki, bütün insanların hər birisinə aşağı baş qəbristanlığında gedən işlərlə bağlı ümumi məlumat verdik. 25 gündür ki, bu işlər davam edir. İnşallah inanıram ki, bütün Ləmbəran kənd cəmaatı bu aksiyalarımıza dəstək verəcək. Məryəm nənənin bütün doğmalarına, Ləmbəran cəmaatı adına başsağlığı veririk. Allah nənəmizə rəhmət eləsin, məkanı cənnət olsun. Allah elimizi, ovamızı, vətənimizi qorusun inşallah. Bütün qəbristanlıq əhlinin hər birisinin ruhu şad olsun, məkanı cənnət olsun. Qəbr elə bir yerdir ki, bütün dünyadan köçən insanlarımız hamısı gəlib qəbristanlıqda dəfn olunur. Bizlər də dünyamızı dəyişəndə yarımız burada, yarımız Ələmli qəbristanlığında dəfn olunacaq. Allah aksiyalarımıza dəstək verənlərin hər birisindən razı olsun. Allah elimizi, obamızı, vətənimizi var eləsin. Allah dünyalarını dəyişənlərə rəhmət eləsin. Qəbristanlıq hər birimizin son mənzilimizdir. Dünyasını dəyişənlərimizi dəfn edirik. Özümüz də burada inşallah dəfn olunacaq gələcəkdə. Oradakı ey elimizi, obamız. Kimlər ki bu aksiyaya qoşulmayıb, xahiş edilir bütün insanlar bu aksiyaya qoşulsun, dəstək olsun. Bak bu grabil var ya. Onun da bakmak lazım buralara. Beraber ihnə olsun. Hamı da eşitliği, hamı da yakın dəstək olacaktır. Hamı dəstək olsun. İnşallah, inşallah. Allah ödü dəstək olanlardan razı olsun. Gəlin üstdən də baxın qəbristanlığın ümumi. Görün, necə də gözəl abadlaşır. Gedə. Allah köməyində olsun. Allah səni bu eldən, obadan əksik eləməsin. Allah atana rəhmət eləsin. Allah sizlər var. Allah köməyin olsun. Atarası xahiş edirəm, çək qəbristanlığın ön hissəsini, giriş hissəsini. Görün, qəbristanlığın nə qədər abadlaşır. Baxın, sağ-sol hissəsinə baxın, necə də gözəlləşir. İnşallah dəstək olmayanlar da qoşularlar, daha da gözəl işlər görəcəyik. İnşallah buradan biz kəndə kimi 30 şaqman nəzərdə var ki, inşallah qrabil və şey götürəcək. Allah Məryəm nənəyə də rəhmət eləsin. Beləcə Ləmbəran kəndimizin daha bir abirçəyini haqq dünyasına yola saldıq. Ləmbəran kənd insanlarının izdihamı ilə. Allah gələnlərdən, iştirak edənlərdən, edə bilməyənlərdən də razı olsun. Allah rəhmət eləsin. Aksiyamız davam edir. Dəstək verməyə davam edir. Kanalımıza abunə olun. Şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar siz Ləmbəran və Ləmbərana görə əhsən etsinlər. Allah rəhmət eləsin. Dəstək olmaq istəyənlər Rusiyada bizim televiziyamızın, kanalımızın rəsmi nümayəndəsi, xeyrəsi Vüqar Süleymanov, xeyrəsi Şərəm Əminoğlu Rusiyada vəsait topluyor. Rusiyada olan insanlar Vüqar Süleymanov qardaşımıza dəstək ola bilər. Ləmbəranda da olanlar bizim kanalımızın kartına dəstək olabilir. Allah bütün dəstək olanlardan razı olsun. Xahiş edib dəstəyimizi əsirgəməyin. Qəbristanlıqda, el, obada, vətəndə hər birisi bizim. Hamı bir nəfər kimi dəstək olsun. Ay cəmaat, ay elim babam. Allah canınızı sağ eləsin. Bak görürsünüz indi o vızırlığı, ondan sonra o çalafalığı, nə bilim o körpülərin necə abadlaşdırdı bak Yeşməlli. Bunun hamısı sizin sayenizdedir. Siz pul verməsəniz onu nə eləyə bilər. İndi qalıb şey belirlənmək. İnşallah sabahdan şey belirlənməz başlayacaq. Allah canınızı sağ eləsin. Elə bilməyin ki, o xaçlarında o əysiləcək. Vallahi daha da artacaqdır. Çörək yeyilməsə artmaz. Hamınız dəstəyinizi göstərin, qoy bir şey tamamlayaq. İnşallah. Dəstəyinizi göstərin. Allah dəstəyinizi. Allah köməyiniz olsun. Allah razı olsun. Amin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV Bəxşiş müəllimin kanalı.
onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.